Allah insanı yaradanda elan edir rəsmi şəkildə. Elan edir ki, "Ləqəd xələqnəl insan fi kəbəd." Biz insanı çətinlikdə yaratdıq. Çətinlikdə yaratdıq. Allah açıq-aşkar sözünü deyir. İnsan harda əsasən imtihan olunur çətinlik vaxtı? Allah da bizi yaradan vaxtda elan edir ki, biz səni çətinlikdə yaratdıq, ay insan. Həyata yola düşürsən, həyat başlayır. Bil ki, bu həyat çətinliklərlə yoğrulur. İnnə mə'al usri yusra, fə innə mə'al usri yusra. Quranda 2 dəfə bunu təkrar edir. Həqiqətən çətinliyin yanında, çətinliklə birlikdə asanlıq var. Bir dəfə deyir, elə bil ki, ürəyi soyumur. İkinci dəfə də deyir, fə innə mə'al usri yusra. Yenə təkrar edirəm. Çətinliyin yanında asanlıq var. Yəni əsas çətinlikdir. Hərdən bir nəfəs almaq üçün asanlıq da var. Həyat çətinliklərin məcmusudur. İçində 2 çətinlik arasında nəfəs almaq üçün fürsət verir.